Salam dəyərli izləyicilər, sualımızda qeyd edilir ki, göstərilənlərin hər ikisinin aid olduğu dövlətləri müəyyən edin. 1924-cü ildə Konstitusiya qəbul olunub. 1932-ci ildə Millətlər Cəmiyyətinə qəbul olunub. Bu Osmanlı dövlətidir. Yəni Osmanlı, yəni Türkiyə dövləti, Türkiyə ərazisidir. Türkiyədə yəni 1924-cü ildə Konstitusiya qəbul olunub. 1932-ci il Millətlər Cəmiyyətinə deməli daxil oldu. Əslində burada 24-cü ildə Rusiyada da Konstitusiya qəbul olunub, lakin Millətlər Cəmiyyətinə 34-cü ildə qəbul olunduğu üçün buna götürmədik. Digər Almaniya 26-cı ildə olduğuna görə Almaniya 1926-cı ildə qəbul olduğu üçün götürmədik. Burada İngiltərədir, Fransadır. Bunların yəni ümumilikdə Millətlər Cəmiyyətinə daxil olması haqda, yəni belə deyək ki, əsasən bu dövlətlərdir qəbul olunanlar. Burada yalnız 4-ü götürə bilərik, hansı ki Osmanlı dövləti. Burada yalnız 4, yəni B variantı uyğun cavab olacaqdır.